Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. En birinci həmişəki kimi Allah'ın bütün nemətlərinə şükürlər olsun deyirəm. Allah Teala bizə bütün böyük nemətlər verib. En birinci əmin-amanlıq nemətidir. Bunu yaddan çıxarmaq olmaz. Ki hər birimiz bu saat yaşayırıq. Və buna çoxlu şükür eləmək lazımdır Allah'a buna görə. Və insanların çoxsu hələ bunu başa düşmür, dərk eləmir. Hələ bilirlər ki, hələ belə də gedir, hər şey yəni öz başınadır. Yox, öz başına deyil. Bir insan ki, elə bilir ki, bu dünya, kainat öz başına yaranır. O da elə başa düşür ki, elə bu əmin-amanlıq da öz başınadır. Yox, buna görə əziyyət çəkənlər var. Allah dövlətimizi qorusun, dövlət başçımızı qorusun. Amin. Yəni, naşı olanda, yəni o bacarmayan olanda, bacarıqsız olanda görürsünüz, neçə ölkələr gedib, dağılıb gedib, Allah korusun. Elhamdülillah, Allah Teala bizi qalibiyyət də verdi. Elhamdülillah. Və sonra, sevgili qardaşlar, insan günahlardan həmişə qorxmalıdır. İnsanın başına nə gəlirsə, nə bəla gəlirsə günahlara görədir. Həm bu dünyada, həm də ahirətdə. Və günahların növləri çoxdur. Böyük günahlar var, kiçik günahlar var. O haqda danışılır. İnsan gələk günahlardan çəkinsin. Çünki insan günah etdikcə onun qəlbi bağlanır. Necə ki, Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, insan günah eləyəndə qəlbinə bir qara nöqtə düşür. Eğer tövbə gəlsə, qayıdarsa, həmin nöqtə silinir. Eğer qayıtmazsa, və həmin nöqtələr çoxalır və qəlbi qaralır, bağlanır. Yəni, qəlbdən iman, qəlbdən mərhəmət, qəlbdən haqq, ədalət, insaf, hamısı çıxır. Yaxşı şeylər çıxır. Ancaq insan şər işlər görür, haram işlər görür. Və həmçinin insanı Allahdan uzaqlaşdırır günahlar. Və həmçinin haqdan uzaqlaşdırır, həmçinin ədalətdən uzaqlaşdırır, həmçinin namusdan, vicdandan, yəni belə şey, hamısından insanı uzaqlaşdırır. Və həmçinin Allah Teala insanı cəzalandırır ona görə. Bu dünyada da, ahirətdə də. Yəni bəlalar gəlir, məsələn, zəlzələlər olur, məsələn, dolu yağır, məhv eləyir insanları, evləri, əkinləri, biçimləri. Və bunlar nədir? Hamısı bəlalar, günahlara görədir. Və insan unutmamalıdır bunu. Və insanın hesab günü də təsəvvür elə ki, əgər günahın yoxdursa, əlbəttə ki, sənin üçün hər şey rahatdır. Tövbə əhlisənsə, günahlardan çəkinmisənsə, özünü qoruyub saxlamısansa, əlbəttə ki, sənin üçün müjdə var, yəni mükafatlar var, xeyir var. Yəni, kim istəyir qadın, istəyir kişi deyir, Quranda buyurur Allah Teala. Yaxşı əməl görərsə, Allah Subhanahu Taala iman gətirir. Yaxşı əməl görərsə, Allah Subhanahu Taala ona nemət verir. Ya mükafat verir. İstəyir qadın olsun, istəyir kişi olsun, fərq eləməz. Və günahlar insanı məhv edir. Və Allah Subhanahu Taala da Quranda bizdən əvvəlkiləri misal gətirir. Nəyə görə? Heç bir qovum, məhv olan qovumlar, bəla gələn qovumlar yaxşı əməllərinə görə cəza almadılar. Hamısına baxın. Asiliyinə görə. Ən birinci böyük günah bilirsiniz ki, ən böyük günah, günahların ən böyüsü nədir? Allaha şərik qoşmaq, Allaha tay tutmaq, Allaha aid olan sifətləri başqalarına, ağaca, qəbrə, insana və s. vermək. Bu böyük günahdır, bu zülümdür. Və ondan sonra başqa günahlar. Və yaxud da Allah Teala'nın adından yalan danışmaq. Yəni, bilmədiyin şeyi danışırsansa, Allah Teala elimsiz danışırsansa, artıq Allah'ın adından yalan danışmış olursun. Ona görə dindən həmişə danışanda ehtiyatlı olmaq lazımdır. Çünki sən din Allah'ındır. Və sən onun adından danışırsan, Qurandan danışırsan, Allah'ın adından danışırsan, nəsə bir fətva verərsən. Ona görə də keçmişdə sələflər nə deyir? Hər bir məsələdə danışanda qorxarlar. Ki, fitnəyə düşərlər, yəni günah olar və cəzalanar. Çox ehtiyatlı olmalı. İndi kim gəldi danışır? Heç olmasa dini, ixtisaslı dini olsa yenə dərdiyadır. Heç Allah bilir nə deyir? Dəhşətdir. Yəni, indi qiyamətin əlamətlərindəndir. Necə ki, İbn-i Abbas radiyallahu anhuma deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem'in əmsi oğlu, tərcüman Quran, Quranın tərcümanı, yəni Quranı ən yaxşı bilən, deyir ki, indi deyir sizin deməli, danışanlarınız az, əməlləyənləriniz çoxdur. Amma vaxt gələcək ki, əməlləyənləriniz az, danışanlarınız çoxdur. Ona görə də
hər bir şeydə danışanda insana günah yazılır. Baxmaq lazım nə danışırsan, fəsad törədərsən. Və sən sonra ölsən belə o fəsadın savabı yaxşıdırsa sənə yazılır, günahı da sənə yazılır. Ağır məsələdir. Və həmçinin günahlar insanları məhv edir. Dediyim kimi, Quranda da görürsən ki, Allah Teala asi oldular, günah işi gördülər, ən birinci Allaha şərik qoşdular. Allah Teala Nuh Aleyhisselamın qolunu nəyə görə məhv edir? Nuh Aleyhisselamın. Çünki Allah Teala Nuh Peyğəmbəri göndərdi, onları 950 il dəvət elədi. Amma çox az bir insan qəbul etdi. Qəbul etmədilər, Allaha qarşı üsyan elədilər. Və nəticəsi ağır oldu. Bütün hamısını Allah Teala məhv elədi. Və Allah Teala Firavunu, görsən o Musa Aleyhisselamı göndərdi, yəni başqa saldı, gez onlarla yumuşaq danış dedi Musa Aleyhisselama və asılı eləməyə başladı. Allah Teala dedi, ilah mənəm. Və bütün bu çaylar mənimdir, mənə məxsusdur. Və axırın olduğu Allah Teala onu elə o çaylarda, o dənizdən məhv elədi. Yəni bəla insanın etdiyi günahlara görə gəlir. Və ona görə də insan günahlardan çəkinməlidir. Yəni, bayaq dedim ki, böyük günahlar var, kiçik günahlar var, mövzu çox genişdir. Sadəcə mən xatırladım, həm özüm üçün faydalı olsun, həm sizin üçün ki, günahlardan çəkinmək lazım, ehtiyatlı olmaq lazım. Günahlar və insanı məhv edir, insanı dindən uzaqlaşdırır. Məsələn, bugün mən sizi görürsən ki, imanda, əqidədə zəiflik günahlara görə. Zikirdən uzaq düşəndə, Allah Teala deyir ki, zikirdən, yəni Qurandan, sünnadan, ibadətdən, duadan uzaq düşərsə, kimi elmdən, kimi ürcəh eləyər, şeytanı ürcəh eləyər ediyorlar. Şeytan ürcəh eləyən adam da xeyrə çatmaz. Şeytan istəyir ki, sən cəhənnəmə gedəsən, cəza alasan. Nə qədər bacarır, səni çaşdırır, səni aldadır, bəlbəcəkli göstərir hər şeyi. Ona görə də sən də çalışmalısan ki, günahlardan uzaq olasın. Sən elə bilmə ki, günahlar gedir və sonda İbn-i Qayyim Rəhmətullah Aleyhinin sözün demək istəyirəm, deyir, sən günah edirsən, elə bilmə ki, yəni cəza gəlmədi, elə bilmə ki, səndən keçib gedib o. Yəni, bir müddətdən sonra keçir, deməli, sənə bəla gəlmirsən. Və sənin etdiyin o günaha görə həmin o cəza 40 ildən sonra sənə gələ bilər. 40 ildən sonra. Ya sən, ola bilən insan bugün deyir, mən haramla yaşayıram, haram mənə düşür, günah eləyir, mən kəf edirəm. Görür, heç bir cəza gəlmir. 40 ildən sonra sənə bu cəza gəlir. Sən hələ bilmə ki, umudlu. Sən hələ bilmə ki, etdiyin günah yaddan çıxır. Sənin yadından çıxa bilər. Sən unuda bilərsən. Amma unudulmur, yazılır. Sadəcə bu telefonlarda hər şey yazılır, yaddaşda qalır, silinmir.